Qarnını düzləşdirmək üçün hər gün pres eləyirsənsə dayan. Videonu axıra qədər izlə və bil. 1. Bilirsinizmi, doğuşdan sonra qadınların 33%-də diastaz problemi qalır və gördüyünüz qarın problemi çox vaxt artıq pi yox, diastazdan qaynaqlanır. Buna görə də hamiləlik sonrası diastazın yığılması ilə çox xüsusi işləmək lazım. 2. Səhər düz, axşam isə hamilə qarını görürsünüzsə, bu da bir problemdir və piylənmə göstəricisi olmaya bilər. Qadınların 23%-i daima şişkinlikdən əziyyət çəkir və problemin əsas qaynağı qidalanma ilə bağlı olur. Qidalanma nəzərdən keçirilməlidir. 3. Hər gün pres eləmək vəziyyəti daha da pisləşdirə bilər. Əksinə, nəfəs hərəkətləri, onurğa sütunu hərəkətləri, daxili çanaq hərəkətləri, diastaz hərəkətləri və qarın daxili təzyiqlə işləmək üçün xüsusi praktikalar lazımdır. Və ən sonuncu, qarını düzləşdirmək üçün çox az yemək, az lif, az su, az qida birbaşa olaraq qəbizliyə yol aça bilir. Və bu da təbii olaraq qarın problemlərinə gətirib çıxara bilər. Hər tərəfli və sistemli bir şəkildə qarın problemini və eyni zamanda bütün bədənini dəyişmək istəyirsənsə, qarşıdan gələn düz qarın və incə bel proqramımıza qoşulmağı unutmayın. Bu bizim best seller proqramımızdır və ən möhtəşəm nəticələrimiz bu proqramdan gəlir. Ayrıca bu proqramda ən gözəl nəticə alan iştirakçılarımızın üçünə böyük pul mükafatları da hədiyyə olacaq. Ətraflı məlumat üçün bizə yaz və yerini tut.